Deyirlər telefonda həm ən ağır oyunları donmadan oynamaq, həm də zaryadkanı günlərlə uzatmaq mümkün deyil. Mobil gaming və performans qaydalarını alt üst edən Honor Magic 8 Pro üçün isə elə deyil. Bu cihazın kaputu altında bazardakı ən vəhşi prosesorlardan 3 nanometrli Snapdragon 8 Elite Gen 5 prosesoru var. Adamlar 3-cü nəsil Orion CPU ilə saat sürətini düz 4.68 GHz tezliyə qaldırıblar və performansı 20% artırıblar. Bəs bu rəqəmlər reallıqda nə deməkdir? Gəlin ən ağır testlərdən biri olan PUBG Mobile-a baxaq. Rəqiblər ortalama olaraq 115 FPS verdiyi halda Magic 8 Pro 119 FPS verərək adətən limitləri yoxlayır. Hələ kadr titrəməsini demirəm. Flagmanam deyən rəqiblərdə bu göstərici 1% ikən Honor'da cəmi 0.14%dir. Adreno GPU-nun şüa izləmə performansındakı 25%li artımı sayəsində qrafiklər sadəcə konsol keyfiyyətindədir. Yəni oyun zamanı donma, qırılma deyə bir şey yoxdur. İndi isə keçək ən vacib hissəyə. Bu qədər gücü nə ilə qidalandırırlar? Cihazın içində 834 Wh enerji sıxlığına malik, düz 7100 mAh tutumlu yeni nəsil silikon karbon batareya işlədilib. Bu batareya rəqiblərinə sadəcə dərs keçir. Təsəvvür edin, rəqib flagmanlar tam şarjla sadəcə 9 dəqiqə TikTok videosu oynada bildiyi halda Magic 8 Pro bu rəqəmi 22 saata çatdırır. Bəli, düz eşidirsiniz. Aradakı fərq 2 qatdan çoxdur. YouTube izləmə testində 11 saata qarşılıq 18 saat, naviqasiyada isə 15 saata qarşılıq 17 saatlıq darmadağın edici bir üstünlüyü var. Bəs bu boyda batareya necə dolur? Gözləməyə ehtiyac yoxdur. Honor Super şarj texnologiyası və 100 Watt naqilli şarj sayəsində 7100 mAh-lıq batareyanı 52 dəqiqəyə 100% doldura bilirsiniz. Hətta kabellərləşmə istəmirsinizsə, 80 Watt naqilsiz şarjla 60 dəqiqəyə tam şarj edə bilərsiniz. Özü də Honor Magic 8 Pro-nun naqilsiz şarj alqoritmi 2000-dən çox avtomobil modelinin zavod istehsalı olan naqilsiz şarj panelləri ilə tam uyğun və ağıllı şəkildə işləyir. Cihaz maşındakı şarj panelini tanıyır və ona ən uyğun və stabil enerjini çəkir. Bir sözlə Honor Magic 8 Pro ilə performans və batareya söhbətini rəsmən bitiriblər.